Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütunundan yüksələcək. Nisbi rütubət 65-75% olacaq. Aprelin 13-də Azərbaycan rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman, mülayim qərb küləyi, gündüz ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 12-16 dərəcə isti. Dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq. Özünüzü qoruyun.